Allah səni rəhmət eləsin ay qağa, bin bərəkət səndən getdi əvvəlfəz haqqı. Yaxşı bu Wi-Fi olan dövrü görmədi bu interneti, sənin bağrın çatlayardı diri gözdü. Hədə onda belə şey yox idi, hədə qağam rəhmətli olub gətirmişdi, bir sevinəydik. Mən sizə söhbət eləyəm Məmməd Əmi Şirvan dövründən. Antin olub gətirmişdi. İndikilər deyə tələm-tələsü deyişdir, gün doldan çıxır. Bir nəfər çıxır evin üstünə, ağacı vurmuşdu antiniyə. Rəhmətli kişi də ağsaqqal idi, bir qədir evin altına baxıydı. Onda da antinanı elə səhv fırlayanda bütün adamın qıçı bir tərəfə əyilib, başı bir tərəfə. Deyəydi bala, ehmal fırra. Elə balaca tutuzduran kimi deyək, dəymə düş. Hamı oturuydu adam balası kimi, bir dənə kanala baxıydı. Hədə onda da uşaq çox idi, bin bərəkət də var idi, qardaş. Başına dönüm sənin. İndikilər bir dənə, iki dənədir, qardaş, ağız deyənin qulaq eşitmək, təkə kimi.